Baxın, hörmətli izləyicilərimiz. Deməli, marşrut dayanacağından, bu bura marşrut dayanacağıdır. Marşrut dayanacağından 50 metr məsafədə Masazırdayıq. 4 ədəd evimiz satışa çıxıb. Bu 1, 2, arxada da 2 dənə 3 otaq var. Qabaqdakılar 2 otaqdır, arxadakılar 3 otaqdır. İnternet xəttidir, qazdır, sudur, işıqdır, kanalizasiya hamısı qaydasındadır. Sayğaclar qoyulub hamısı qaydasındadır. Deməli, bu, hörmətli izləyicilərimiz, 45 min manatlı paket kupçadır. Evin də torpağında kupçası var. Son təmirə aid tamamlanma işləri gedir. Haradasa 3 gün, 5 günlük işləri qalıb. Bura mətbəxdir. Qaz, su, işıq var, kanalizasiya var. Pəncərələr, şəbəkə pəncərələr, kombi xəttlərinə qədər çəkilib. Bura hamam sanuz eləyib. Deməli, kəməri, fundamenti var. Masazırda marşrutdan göstərdiyim kimi 50-60 metr məsafədə və o marşrut da işləyir metroya. Yəni, qəsəbənin içində olan marşrut deyil. Metroya işləyir. Burada laminat işi qalıb. 45 min manatdır bu. Paket kupçadır. Yəni, kirayəyə də yararlıdır, alıb yaşamağa ondan da yararlıdır. Baxın, kombisi falan, qazı falan hamısı qaydasında. Trap da qoyulub. Quru küçədir. Sakit ərazidir. Ətraf tam yaşayışdır. Baxın, millət yaşayır. Ətraf tam yaşayışdır və ən ucuz 3 otağı təqdim edəcəm. Soldakı bu 50 mindir, bu birisi 51 mindir. Birində istifol var, birində yoxdur. Fərq odur. Evlər arasında müəyyən qədər məsafə saxlanılıb. Dediyim şeylər eynən burada aiddir. Qaz, su, işıq falan hamısı qaydasındadır. Baxın, bura mətbəxdir, hörmətli izləyicilər. Laminat artıq alınıb, yer betonlanıb. Burada bir yataq otağı, digər yataq otağı Masazırdır. 45 və 50 mindir, hörmətli izləyicilər, qiymətlər. Evin çornupolu falan qaydasındadır. Bunun da üstündən laminat vurulacaq. Baxın, belə bir evlərimiz satışa çıxıb. Kim maraqlanır, kim evlərə baxmaq istəyir, zəng vursun göstərək. Sağ olun, salamat qalın.